Hər birinizi salamlayıram. 2023-cü ildə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi blok imtahanında düşən suallardan gəlin biri ilə tanış olaq. Bu Qasımbəy Zakirin cədvəldə qeyd edilmiş şeirlərlə bağlı doğru fikirləri müəyyən edin sualıdır. İndi gəlin baxaq. Biri Badisəba mənim dərd dilim şeiridir, biri də Durnalar şeiridir. Şeirdə həsrət duyğuları ilə yanaşı ciddi ictimai mətləblər də əksini tapmışdı. Bilirik ki, bu hissədə də ciddi ictimai mətləblər, çünki Badisəbada belə bir şey yoxdur, belə bir mövzu yoxdur. Durnalarda var həm ictimai mətləblər, həm də məhəbbət mövzusu, bu durnalara aiddir. Aşiqanə mövzuda yazılıb vətən həsrəti motivinə yer verilməyib. Bəli, bu ikinci fikir deməli Badisəbaya aiddir. Yəni durnalara aid deyil. Çünki durnalarda bilirik ki, vətən həsrəti də var. Lirik qəhrəman sevgilisini yer üzünün qibləgahı adlandırır. Bəli, yer üzünün qibləgahı, xublar şahı, gözləri şəhla və s. kimi adlandırır. Ona görə bu fikir düzdür. Sevgisindən xoş söz üz görməyən lirik qəhrəman ah naləsi yerə göyə sığmır. Bu Badisəba mənim dərdi dilimə aiddir. Yəni bura aid deyil. Lirik qəhrəman sevgilisindən xəbər alacağından ümidini kəsmişdi. Yəni ümidsiz olmaq fikri ümumiyyətlə heç birisinə aid deyil. Bu heç birisinə aid deyil. Çünki Badisəba mənim dərd dilimdəki aşiq ümidli idi, nikbini idi. Lirik qəhrəman qəriblik, vətən həsrətini ifadə edən obyektlə, yəni söhbət durnalardan gedir. Öz arasında daxili yaxınlıq görür. Bəli, o durnalarla öz arasında bir yaxınlıq görürdü. Deyir, mən də sizin kimi qərbüzaram, eləməyin məndən haşa durnalar. Ona görə 6-cı fikirdə doğrudur. Cavabımız oldu 2, 3, 6. Ümumiyyətlə çalışın ki, şeirləri bu cürə müqayisəli öyrənin. Çünki şeirlərdə müqayisə suallar daha çox düşür. Bu qədər sağ olun.